Hamı belə fikirləşir ki, gedim Amerikaya, Amerikada belədir, elədir və s. Mən ailəmlə bir yerdə köçdüm Amerikaya, Chicagoya, Illinois ştatına, uşaqların məktəbə, bağçaya və s. Amma qala bilmədim mən orada. Yəni, buradakı bütün bu yaşam tərzimiz, bütün bu oturuşmuş bir sistem, buradakı işimiz, gücümüz, çevrəmiz, orada hər şey tamam fərqlidir. Ora gərək ya universitet vaxtı gedəsən, cavan vaxtı gedəsən ki, orada adaptasiya olasan, ya da ki, çox böyük büdcələrlə getməlisən ki, orada heç bir dərdin olmuyor. Getdin, evi aldın, eşiyi aldın, hər şeyi, bütün xərcin hamısı qarşılanır, o qədər büdcə olsun. Yemək problemi var. Biz burada onu hiss eləmirik. Biz, misal üçün, əsas qalırıq Azərbaycanda, gedirik Türkiyəyə, misal üçün, Avropaya da arada bir gedirik, 3 günlük, 5 günlük. O yemək problemini hiss eləmir. Yox ki, gedib köçürsən bir Avropa ölkəsinə, bir Amerikaya, baxırsan ki, yeməyə heç nə yoxdur. Nə qədər insan pizza yiyər, səndviç yiyər. Yəni, hamısı belə bir üst-üstə gəlir. Misal üçün, kültür fərqi tamamən başqa bir kültürdür. O kültürə öyrəşmək, turist kimi gedəndə adam o çətinlikləri hiss eləmir. Turist kimi gedirsən, 2 gün, 3 gün qalırsan və s. Amma ailə ilə gedirsən, artıq ailə orada yaşamalıdır, uşaqlar orada böyüməlidir şeyləri olanda, o kültür fərqindəki hər şey adamın gözünə batır ki, uşaq bu ortamda böyüyəcək, uşaq belə şeylərlə böyüyəcək, bu belə şeylərə normal olaraq baxacaq və s. Ona görə çox çətin oldu o Amerika təcrübəsi. O deyirsən ki, çətinlik oldu, olmadı. Burada da başqa cür belə bir çətinlik oldu ki, mən heç cür adaptasiya ola bilmədim. Gedib gəlirik o heç. Uşaqlar oradadır, gedirik, uşaqları görürük, gəlirik və s. Amma yaşamaq və s. tərəfdən, misal üçün, çox çətin. Misal üçün, burada deyirik ki, filan kəs Amerikada işləyir, $100.000 maaş alır. $100.000 orada, buradan elə böyük rəqəm kimi görsənir. Orada xərclər o qədər yüksəkdir ki, $100.000 orada, yəni, burada adi bir, belə deyim də, bank işçisinin yaşadığı keyfiyyətdə yaşaya bilmir orada $100.000 alan adam. Tutaq ki, hansısa bir normal, özəl bir şirkətdə işləyən bir işçinin, bir mütəxəssisin yaşadığı keyfiyyətdə Amerikada $100.000 alan adam yaşaya bilmir. Yaşam səviyyəsi çox daha aşağıdır. Orada 250.000 almalısan, 300.000, 500.000 almalısan ki, hansısa bir səviyyədə yaşaya biləsən, sağlıq sektorunda bir rahat həkimə gedə biləsən.